Salam dəyərli tələbələr, mən STEMEL Akademinin informatika müəllimi Elmir müəllim. Bugün sizlərlə mövzu sınaq imtahanı 3 informatika suallarının cavabına baxacağıq. Qeyd edim ki, sınağımız dekabrın 20-də keçirilmişdi. Başlayırıq elə ilk sualımızda. Onluq say sistemində verilən 265 ədədi 16-lıq say sistemində göstərir. Nəyə bərabərdir yəni? İndi bizdə burada onluq say sistemində verilən ədədi 16-lığa gətirmək üçün bölmə qaydasından istifadə edirdik. 265-i çubuqlu bölməklə bölürəm 16. 16 dəfə 16 edir 256. Burada qalır 9. 16-nı da bölürəm bir dəfə 16-ya. Eləyir 1. 16-dan da 16-nı çıxanda qalır 0. Əksi yazanda 1, 0, 9. Cavab olur C bənd. Növbəti sual. Qısa yol nə üçün istifadə olunur? Daha az yer tutur deyə fayl silinir və qısa yoldan istifadə olunur. Xeyr, bu səhvdir. Fayla daha sürətli keçid təmin edir. Faylın adını dəyişmək bu səhvdir. Faylın yerləşdiyi qovluğa keçidi təmin etmək. Ümumiyyətlə, fayldan əlavə qovluğun da qısa yol ola bilər, proqramın da qısa yol ola bilər. Faylı arxiivləşdirmək deyil. Daha sürətli keçid təmin edir fayllar. Burada olacaq doğru bənd, B bənd. Mikroprosesorun tak tezliyinin vahidi hansıdır? Mikroprosesorun tak tezliyinin vahidi olacaq gigahertzlərlə. İndi mən bunu sizə öz kontentini göstərmiş olacağım. Baxaq bir yerdə. Açıram buradan kontentimi. Üzərində sağ düymə. Prosesorun tak tezliyi gigahertzlərlə ölçülür. Baxın burada görürsünüz. Gigahertz. Növbəti sual. Hansı funksiyanın sintaksisi yanlışdır, yəni səhv yazılıb? Baxaq. Sum düzdür. Sumda sorun yoxdur. Excel'də hesabatlar diapazonla da ola bilər. Fərqli xanlarında da ola bilər. Problem yoxdur. Count A. Count-a dolu xanları sayılır bitsin. Burada AB8 bəzən tələbələr deyirlər ki, AB8 adında xana varmı? Var. Biz xana ünvanlarından danışan zaman deyirdik ki, birinci hərflər gəldi, sonra rəqəm gəldi. Format. İndi bizdə də burada da AB8 xanasını yazıb enter vursan, xana ünvanı gəlib düşəcək AB8-ci xanaya. Count-a dolu xanalar sayılır. Bax belə. Countif şərt verilməlidir bizə. Şərtimiz və şərtə görə saymalıdır. Baxın, sorun var burada. Bu funksiyanın sintaksisində. Şərtdən əlavə diapazon verilib. Şərt doğru deyil, diapazon da uyğun deyil. Hərflə burada rəqəmi müqayisə eləmişik. Doğru bənd C bəndidir. Digər funksiyalar protakt hasil düz işləyir, sorunsuz. Maksimumda sorunsuz işləyir. Klaviaturun hansı düyməsi ilə kursor yerini sətrin sonuna dəyişər? Kompüterdən bir dənə mətn tapın. Baxaq bir dənə görək. Belə bir dənə mətn olsun. Bax belə. Bizdən sətrin sonunu istəyir. Mən kursora qoymuşam burada Lənkəran sözünün sonunda. Biraz da yaxınlaşıram. Burada qoymuşam. Belə. Mən end düyməsini vursam, kursor gəldi sətrin sonu. Home düyməsini vursam gəlir sətrin əvvəl. Baxın. End home. Burada end düyməsini olacaq. Sətrin sonu gəlmək istəyirsən. Əgər mənə sənədin sonu desəydi, sənəd əvvəl desəydi, o zaman Ctrl End. 214 plus 47 ədədinin ikili say sistemində yazılış zamanı sıfırların sayı birlərin sayına nə qədər fərqlənir?
Bax. 214 bir yanda 14 sıfır deməkdir. Bir yanda 14 sıfır. 1, 2. Bir yanda 14 sıfır yazmışım. Biraz da yaxınlaşıyorum bunu. Daha rahat görək. 47 ədədini də mən xırdalayıram buradan sizin. Onluqdadır. Gətirirəm bunu ikiliyə. Daha rahat olsun deyənə qüvvət üsulundan istifadə edirəm. 1, 2, 4, 8, 16 və 32. 32-nin üstə gəlirəm 8 eləyir 40. Üstə 4 44. Üstə 2 46. Üstə 1 47. Bura bir dənə 0 düşür. Oldu 101 111. Yəni 1 1 1 1 0 1. Bax belə. Biz bunları alt-alta yazıb toplayası olsaq, sonda olacaq 4 1 10 1 2 3 4 5 6 7 8 0. Bir dənə də 1. İndi bizdən soruşur ki, e, sıfırların sayı birlərin sayına nə qədər çoxdur? Bizdə burada 1 2 3 4 5 6 7 8 9 sıfır var. 1 2 3 4 5 6 dənə də 1 var. 3 vahid çoxdur sıfırların sayı birlərin sayına. Cavab olur. Deyə bənd. Növbəti sual. Göstərilən lent tabı hansı lent qrupunda yerləşir? Bu mətndə səhvlərini tapıb aşkarlanmasıdır. Hansı ki demişdik ki, danışan zaman bu mətndən ixtisası ingilis dili müəllimləri üçün daha keçərli olan bir dənə sahədir. Ə, Tələbələrə ingilis dili mətn verəndə həmin mətndə səhvləri tapıb aşkarlamaq və üzərindən müəyyən işarələr qoymaq üçün ki, həmin qrup burada review lent tabında yerləşib. Bax, cavab olacaq B bənd. 28-ci sual. Sənədə yeni slayd əlavə etmək üçün klaviaturun hansı kombinasiyasından keçmək lazımdır? Ctrl N düyməsini vursan, sən yeni presentation, təqdimat açacaqsın. Shift M deyil, Ctrl N düyməsi ilə olur. Shift N mətni böyük hərflə yazmasıdır, ilk hərfi böyük yazmasıdır. Ctrl M hərfi olacaq. Baxaq, açıram buradan PowerPoint proqramını. Bizdə burada PowerPoint ilə bağlı belə bir dənə təqdimat var. Açaq buradan bunu. Açdıq. Biz bu təqdimatda deyək ki, yeni bura slayd əlavə etmək istəyirik. Üzərinə gəlsə Ctrl M düyməsini göstərir. Və yaxud klaviaturun Ctrl M hərfində vursan, bura yeni bir dənə slayd, yəni səhifə atılmış olacaq. Doğru bənd, B bənd. Aşağıdakı diaqramlardan elektron cədvəlin hansı diapazona görə qurulub? Yəni diaqram. Baxsan buradan, biz danışan zaman demişdik ki, diaqram saat əqrəbi istiqamətində fırlanır həmişə. Bizdə də burada diaqram buradan başlayıb belə. Fırlanıb, 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 fırlanıb belə. Gəlib burada dayanır. Bax belə. Və diaqram 4 e, pilləlidir. Yəni 4 zolaqdan ibarətdir. İlk zolağımızın faizi 10%dir. 10%dir. Digəri 30, digəri 35 və digəri 25-dir. Və belə başa düşmək olur ki, diapazonumuz hansı ki, xanamız 4 diaqram qurulmasının 4 xanada istifadə olunur. Baxsan buradan bu A1, A4 də ola bilər. Və yaxud B1, B4 də ola bilər. Amma qiymət sorunları var burada. Əgər A1, A4 olsa, mənim iş rəqəmim 35-dir. A1-dən başlasam, aşağı düşsəm, A4-ə, bax belə. Olmalıdır 35, 30, 25, 20. Yəni burada 35 olmalıdır. 30, 25, 20 olmalıdır. Burada problem var. Daha doğrusu 25, 10 olmalıdır. 25 və 10% olmalıdır. Belə. Bir yol budur, baxa bilərik. Digər halda da bunu riyazi üsulla həll edə bilərik. Riyazi üsulumuz da buydur. Biz deyirdik ki, diaqram tam olaraq 100% tamamdır. Tamamlamalıdır.
Mən buradan baxanda görürəm ki, diaqramın ilk rəqəmi 10-dur. Faiz olaraq 10-dur. Baxıram burada ilk rəqəm ya bu S1 ilə başlamalıdır, S4-ə getməlidir. Amma S4-ə gedirsə burada artıq 60-70 var. Bunlar düz gəlmir. 10, sonra 32-ci rəqəm, sonra 35, sonra da 25. D1, D4 olur burada. İndi bunun riyazi yolunda sizə göstərir. E, 10, 30 elədi 40. Üstə 25, 65, üstə 35 elədi 100. 100% diaqramı 100 ədəd tamamlayır. Yəni 100 ədəd, bunların cəmi 100 elədir. 100 ədədimiz 100% diaqramı tamamlayırsa, onda 10%, 10 ədəd neçə faiz tamamlayır? X tamamlayır. Buradan həll etsək, x-imizi alırıq elə 10. İlk rəqəm 10 olur. Digər halda, əgər 100 ədədi 100% tamamlayırsa, bəs 30 neçə faiz tamamlayır? 30 x tamamlayır. 3000-i 100-ə böləndə cavab olur 30. İkinci rəqəm. Və eyni getirindən geçsəz, bir dəfə alacaqsınız 35, bir dəfə alacaqsınız 25. Doğru bəndə olacaq, D1 və D4. Elektron cədvəldə B2 xanasında yazılmış bu düsturu hansı xana köçürmək olmaz? Bizim B2 xanamızda bu düstur yazılıb. A1 plus B3 plus D4. Mən bunu verilən variantlardan hansına köçürdə bilmərəm deyir. Baxın, açıram Excel-i və yaxud normalda kənarda qoyun bunu. Biraz kiçildim. Belə, belə. Buradan gəldim. B2 xanasındayım. Bərabərlik qoydum. A1 plus B3 plus D4. Bax belə. D4. Mən bu xananın ünvanlarını B3-ə çəkə bilərəm. Hansı ki B3-ə çəksəm, baxın, hansı ki bunu B3-ə çəksəm, mənim A1 xanamda olan məlumat bir pillə aşağı keçir. Bu açılsın, daha rahat göstərməsin. Mənim A1 xanamda olan məlumat bir pillə aşağı keçir. Yəni A1-də olan məlumat A2-yə keçir. Bura keçir. Düzdür? Ə, B3-dəki məlumatda bir pillə aşağı keçir B4. Bura gələcək. D4-də olan məlumat da burada idi. Bir pillə aşağı düşsə, burada idi. Bir pillə aşağı düşsə, burada düşəcək. D5. Sorun yoxdur. Tam rahat işləyəcək. Yəni mən qısacası diqqət təmsil versəm, B2-dən aşağı düşə bilərəm. B3-ə düşə bilərəm, B4-ə düşə bilərəm. Eyni qayda ilə e, bir xana sağa da çəkə bilərəm bunu. C2 də olar və C3 də olar. Bir də aşağı düşə bilər. Problem yoxdur. Amma mən bunu B1-ə qaldıra bilmərəm. Çünki məndə A1-də olan xanamı yuxarı qaldırası olsam, yəni bu B2-də olan məlumatımı B1-ə qaldırsam, A1-də olan ünvan hara gedəcək? A1-dən yuxarıda xana yoxdur axı. Bunun getdiyi yer olmayacaq. Ona görə cavabım alınmaz. Məndən xəta baş verir. Baxın indi diqqətlə. Funksiyanı işə salsam, xanalarda heç nə olmadığına görə doğru cavabı sıfır alıram. Baxın diqqətlə. Bax, funksiyanı işə saldım. Bax, diqqətlə baxın. Xanalarda heç nə yoxdur, cavabı sıfır alıram. Mən bunu B2-də olan məlumatı çəkib buradan yuxarı qaldırası olsam, mənə referans xətası verir. Referans xətası nədir? Deyir, sənin B2-in var, D3-ün də var. Amma A1-in yoxdur. Çünki o tərəfdə xana yoxdur axı artıq. Və cavab alınmır. İstinad etdiyi xana ünvanını tapa bilmədiyinə görə bizə səhv haqqında məlumat verir. Verilənlər bazasının idarəetmə sistemidir. Hansı ki, bunların içərisində e, nəşriyyat proqramı var, olmaz. Qrafik proqramı var, olmaz. Mətn prosesor proqramı var, olmaz. Access olar, bir də Fox Pro olur. Excel elektron cədvəl prosesordur, bu da olmaz.
Aşağıdakilerden hansı Windows 11 əməliyyat sistemində Magister 2025 dog faylının maskası ola bilməz? Məndən yanlış bənd istəyir. Magister 2025-in yanlışdır. Baxaq. 2025-dən sonra DocX var burada. Baxaq. Bunlar gəlir. Sual işarəsi burada elə baxan kimi görsənir. Sual işarəsi burada heç nəyə əvəz eləmir. Sual işarəsi bir və ya bir neçə simvolu, hətta heç simvolunu əvəz eləyə bilməz. Bu ulduz olsaydı olardı. Ulduz deyirdi ki, bir və ya bir neçə, hətta heç simvolunu əvəz eləyərdi. Sual işarəsi isə mütləq və mütləq hər hansı bir simvol əvəz eləməli idi. Burada sual işarəsi M-in qarşısında işlənməsi heç nə əvəz etmir. Çünki M-in qarşısında burada simvol yoxdur. Ona görə Y bəndi düz bənddir. Digərlərinə baxsaq, M işarəsini qoyulub, ulduz işlənib və burada e, sual işarəsi gəlib, iç-içə qədər ayarlanıb, düz. E, B bəndə düzdür, problem yoxdur. Bizdən yanlış istəyir. E, Sonra baxaq buradan ulduz işarəsi. Bunu ayarlayıb. Sonra AG yazılıb burada. 25-ə qədəri ulduz əvəzləyib. Digəri də düzdür. A bəndə düzdür. Ulduz işarəsi 2025-ə qədər əvəzləyib. Okey. Digər ulduz da uzantını əvəzləyib. Bu da düzdür. D bəndində də baxsaq, D bəndində də problem yoxdur. Düpbədüzdür. Belə. 33-cü sual. Verilənlərin ötürülmə sürəti saniyədə 40 kilobitdir. Əgər bu 1 saniyədə 40 kilobitdirsə, onda 2 dəqiqəyə nə qədər? Ümumiyyətlə 2 dəqiqəmiz də bizim olsun 120 saniyəmiz. 120 saniyədə x bilmək. Gəlin bunları bayta gətirək rahat olsun. Əvvəlcə 40 kilobiti gətirim bayta. 40 kilobiti bayta gətirmək üçün 40-ı vururam. 1024-ə bölürəm 8. Bölürəm 8-ə. Cavab olsun 5120 bayt. Elə bilin ki, 1 saniyədə artıq 40 kilobit yox, 5120 bayt informasiya ötürürsə əgər. Bu, baxın, 1 saniyədə 5120 bayt ötürürsə, onda yaxşı, 120 saniyədə götürəcək. X. X-imizi alırıq, 120-ni 5120-yə vurmaqla alırıq. Al, bir dənə yoxlayaq, görək. Vurulsun 120. 614.400. 614.400. Bax belə aldıq. Belə. İndi bizim düsturumuz var idi. Sətir vurulsun, simvol vurulsun səhifəyə. Bizim standartımız verilib burada. Unicode-dur. 2-ni vururam 800-ə. Vururam X-a. Bərabər edirəm 614.400. İndi 614.400 də bölsəm 1600-ə cavabım çatmış olacaq. Cavab oldu 384. Cəbətdir. Növbəti sual. İnformatika sözünün üç səvə çap olması üçün sual işarəsinin yerinə hansı şərt yazılmalıdır? Baxaq. M böyükdür, bərabərdir. N olarsa şərt ödənilir. Burada M bərabərdir, N də olanda olur. Sadəcə olaraq ki, bu tam tamamlanmış alqoritm sayılır. Ona görə M bərabərdən götürür. Götürür M böyükdür, bərabərdir. Niyə görə? E, Belə olduğu halda alqoritm lap rahat isə sonsuz alqoritmə gəlib çıxmış olur. Hardasa şərt tam tamamlanmış olmur deyənə. Ona görə burada tam olaraq müqayisə olunandan sonra həyoq qolu aydın olması üçün burada n plus n böyükdür bərabərdir n olması daha məqsədə uyğundur.
Bunun üçün olacaq C bəndi. Yəni yox, yox. Bax. 2, 8. 2 8-dən böyükdür? Yox. Bizdən şərtdə soruşur ki, informatik sözü neçə dəfə çap olunacaq? 3 dəfə çap olunsun, yəni qısacası. Yox, böyük deyil. M2 idi, 2 üstə 2 olacaq 4. Qalxıram yuxarı. 4 8-dən böyükdür. Yəni yox. 2 dəfə çap olunur. 4 üstə 2 olur 6. Qalxıram yuxarıya. Ee, 6 bundan böyükdür. Yox. Bir dəfə çap edirəm bunu. 6 üstə 2 olur 8. 8 8-dən böyükdür. Yox, böyük deyil, amma bərabərdir. Həqiqət. Və çıxar. Cavab olacaq C bəndi. Növbəti sual. Aşağıdakılardan hansı komitetin əsas xarakteristikası deyil? Komitetin əsas xarakteristikası bu A bəndi deyil. Çünki A bəndi prosesin əsas göstəricisidir, takt tezliyi. Yaddaş tutumu, məhsuldarlıq, hesablama dəqiqliyi, işləmə sürəti bunlar olur komitetin əsas xarakteristikası. 36-cı sual. Düzgün uyğunluğu müəyyən et. Disk defragmentir. Diskin optimallaşdırılması üçün et. 1 olur B. Backup ehtiyat nüsxənin çıxarılması üçün. İndi ehtiyat sürət harda var? A bənd. 2A. Draw space diskin informasiya tutumunu artırmaq üçün idi. Diskin informasiya tutumunu artırmaq C. Scan diskdə səhvlər tapıb aradan qaldırmaqdır. 3-ə də olacaq D. Demək B, A, D, C. B, A, D və C. Doğru cavab oldu. D bənd. 37. Cədvələ əsasən hesablama əməliyyatı aparandan sonra D4 xanası neçə, D4 xanasında neçə alınacaq? Burada funksiyaları, yəni xanaları toplamağa ehtiyac yoxdur. Söhbət bizdən, yəni D4 budursa, qısacası, yəni söhbət bu D4 xanasına gedir. Burada C1-dən C4-ə qədər diapazon hesablanıb. C1-dən C4-ə qədər. Bax belə bir şey. C1-dən C4-ə qədər toplanan halda 1, 2 və 6 xanası toplanır. Cavab olur 9. Digər funksiyalarında işimiz yoxdur. Bunlara bax. Elektron təqdimat proqramında şriftin ölçüsü maksimum neçə punkt ola bilər? Söhbət PowerPoint-dan gedir. PowerPoint-da maksimum şriftin ölçüsü olur 4000. Yəni şriftin ölçüsü 4000-dən çox olmur PowerPoint proqramında. Bura gəlirəm, yazıram mən 4000. Ən maksimal 4000. 4000 aşağı bilməzsiniz. Növbəti sual. Şriftin ölçüsü maksimal halda PowerPoint-da 400 idi. 1638 Word-dən maksimal ölçü idi. 96 susmaya görə olan ən böyük ölçüdür PowerPoint. Susmaya görə. Amma maksimal deyil. 500-dəki PowerPoint əlaqəsi yoxdur. Yəni miqyas falan da deyil heç. 200 simvol əlifbada 100 simvol yaddaşına qədər yer tutur. 200 simvol əlifbanı biz baxırıq ki, 200 özünə yaxın, özündən böyük yerləşir 256 yaxınlığında. 256-da 8 bit deməkdir. Yəni 200 simvol əlifbada bir simvol 8 bit yer tutur. Amma bizdə simvol sayısı 1 deyil, neçədir? 100 simvoldur. 100-ü vururam 8-ə, olur nə qədər? 800 bit. Burada C bəndində yazılan tələblərsə doğru götürmüş. Ctrl Escape kombinasiyası Windows 11 əməliyyat sistemində hansı funksiyanı yerinə yetirir? Mən Ctrl Escape düyməsini vursam, açılan pəncərə əsas menüdür, baş menü, start menü. Bax budur. Cavab olur C bəndi. Ardıcılığı müəyyən edin. Gəldik açıq suala. 40-cı suala baxsaq, birinci BIOS düşür işə. BIOS nə idi? Qurulları yoxlayırdı. Daha doğrusu açılırdı, proqram idi. BIOS açıldı. Birdə olacaq 3. Sonra BIOS proqramının daxilində var idi qurulan diaqnostikası, yəni post proqramları var idi. Sonra olacaq bizdə 1. Bundan sonra gəlir əməliyyat sistemi. Gedir əməliyyat sistemi tapır. Hardadırsa hard diskdən tapır, açır. Ondan sonra da istifadəçi özünə lazım olan proqramlara girir.
3, 1, 2 və 4. İfadəsinin qiymətini tapın. Bir dənə istəyir məndən. Bunların hamısını mən əvvəl bayta gətirib, sonra bitə vuraram. Yəni 8-ə vuraram. 24 bayt üstə gəlsin. 1 kilobaytımız 1024 bayt deməkdir. Üstə gəlsin 5 bayt. Hamısını toplayırıq. Eləyir 1053. Bunu da vururuq 8-ə və cavabımızı tapırıq. Eləyəcək 8424. Yox, yox, bir dəfə də. Növbəti suala baxaq. Klaserin ölçüsü 5 kilobaytdır. Tamam. Bunlar bizim klaserlərimizdir. Riyazi xanalar. Klaserin ölçüsü 5 kilobaytdır. Diskdə 3 kilobayt video faylı var. Bu video faylı düşür artıq bir klaseri zat edir. 5 kilobayt audio faylı var. Bu 5 kilobayt da bura düşür. Bir dənə klaseri tam olaraq zat edir. 7 kilobaytlıq mətn faylı var. Bu mətn faylın 5 kilobayt klaseri düşəndə bir dənə 5-i tam doldurur. Yerdə 2 kilobayt qaldığına görə 2 kilobayta görə bir dənə də buranı zat edir. Avtomatik 4 klaster zat olmuş olur. Bizdən neçə klaster zat olub soruşur? Cavab olur 4. Aşağıdakı alqoritmin icrasından sonra x dəyişəninin 15 qiymətini alacaq. Buna görə y dəyişəni tapın. Burada x 15 alıb. Baxın 15 alıb burada. Biz nəyin üstünə 8 gəlib 15 ala bilərik? 7-nin. Mən 7-ni gətirib burada qoyuram yerində. 4-ün üstünə 3 gələndə 7 olur. 4-ü almağım üçün nəyi 2-yə bölsəm 4 ala bilərəm? 8-i 2-yə bölən 4 alıram. 8-i gətirib burada yerində qoysam, nəyin üstünə 5 gəlsəm 8 alaram? 3-ün üstünə. Sağ olun. 45-ci sual. Word proqramında cümləni seçmək üçün hansı yollardan istifadə olunur? Cümlə kontrol düyməsi vasitə tıklayaraq cümlənin içində mausun sol düyməsini bir dəfə vurmaq. Baxaq. Mən gəldim. Mətndən hər hansı bir cümləni seçmək istəyirəm. Olsun məsələn bu cümlə. Bax belə. Kontrol düyməsini sıxıb hər hansı bir sözün üstünə vursam, mən həmin o cümləni seçmiş olacağam. Bir doğrudur. Bir olar. Sol düyməni iki dəfə klikləsəm söz seçilər. Qeyd olunmaz olağında sətrin qarşısına mausun sol düyməsini bir dəfə vurmaqla, sətrin qarşısına gəlib bir dənə vursam, bu həmin o sətri seçmiş olacaq, cümləni yox. F8 düyməsini üstə vurmaqla, gəlirəm buradan F8 düyməsini 3 dəfə vursam, cümləni seçmiş oluram. 1-4 olacaq. 4-də düzdür. Qeyd olunmaz olanda sol düyməni üstə vurmaqla, qeyd olunmaz olana gəlsəm, 1, 2, 3 bütöv sənədi seçmiş olacaq. Cavab olacaq 1 və 4. Belə, dəyərli tələbələr, qarşıdakı imtahanlarda hər birinizə uğurlar arzulayıram. Sağ olun. Növbəti video rekordlarda görüşərik. Hələlik.